Hər vaxtınız xeyir. Mən Samir Bəşirli. MİQ 2026 sualları ilə bağlı apellyasiya şikayətimi vermək istəyirəm. Lakin Məktəbəqədər və Ümumi Təhsil İdarəsinin yaratdığı sistemdə bizim apellyasiya prosesimiz bloklanır. Hal-hazırda bloklanır. Mən bunu sizə istəyirəm əyani şəkildə sübuta yetirəm. Bir dəqiqə mən indi bunu sizin üçün sübut edeyim. Baxın, mən hal-hazırda bunların müraciətlər hissəsindəyim. Yəni, onların Elm və Təhsil Naziri tərəfindən yaradılan səhifənin müraciətlər hissəsindəyim. Burada məzmunla əvvəla lap başdan başlayaq. Baxın, müraciətə girirəm. Burada yeni apellyasiya şikayəti göndər. Aha, fikir verin, burada 3 hissə var. Burada məzmunla bağlı hissə. Məzmunla bağlı hissəyə mən növbətini basıram və ixtisası seçirəm. Yenə növbətini basıram. Aha, mən deyirəm ki, sualın cavabı doğru deyil. Sualın cavabı doğru deyil. Amma burada verilən variantlar arasında mən onu seçməyim mümkün deyil. Mənim onu seçməyim mümkün deyil. Ona görə mən məcbur olub orada ən uyğun cavab olan bunu seçirəm. Yəni əslinə qalsa heç mənim seçmək istədiyim də bu deyil. Bunu seçirəm və indi burada yazmaq istəyirəm məsələn. Tutaq ki, ixtisasdan 13 və 14-cü suallar. Suallar. 13-14-cü suallar. Aha. İndi mən burada müraciəti əsaslandırmaq istəyirəm. Müraciəti əsaslandırmaq istəyirəm. Məsələn, yazıram. Sizin ixtisasdan, baxın, ən qısa variant. Burada mənim hazır ərizə formam var. Ərizə formam var. Məsələn, bir dəqiqə. Burada gəlin, mən onu kopyalayayım, atım, siz də baxın. Məsələn, bunu kopyaladım. Ötən il biz bu məsələni Muxtar müəllimlə danışmışdıq. Bax, atıram bura, fikir verin, düşmür. Bax, yazmaq da olmur. Orada görün nə boyda mətn idi, amma burada bunu izah eləmək, əsaslandırmaq mümkün deyil. Burada heç 2-3 cümlə belə yazmaq mümkün deyil burada. 2-3 cümlə belə burada izah eləmək mümkün deyil. Yəni mən bunu necə edeyim? Mən apellyasiya şikayətimi belə olan halda necə edeyim? Bu özü sübut edir ki, dövlət orqanı bizim apellyasiya müraciətlərimiz üçün blok qoyub. Yəni imkan vermir ki, biz apellyasiya şikayətimizi edək, orada fikrimizi əsaslandıra bilək. Dövlət orqanı həm də imkan vermir ki, biz gedək öz fikrimizi İnzibati icraat haqqında qanunun müddəalarına zidd olaraq imkan vermir ki, biz gedək fikrimizi dövlət orqanının özündə deməli fikrimizi əsaslandıraq. Buna da icazə vermirlər. Deyirlər elə də sualın nömrəsini yaz, biz özümüz araşdırarıq. Bunlar da özləri heç vaxt bu sualları yəni səhv olduğunu heç vaxt etiraf eləməyiblər. Şəxsən tarix fənnindən mən görməmişəm indiyə kimidir. Bir dəfə də olsun sual yəni doğru yaxud da belə deyək, səhv olduğu etiraf olunsun. Ona görə də mən burada məcbur şəkildə, qısa şəkildə yazmağa məcbur oluram. Qısa şəkildə. Mən artıq bununla bağlı ərizə göndərmişəm. Ərizə göndərmişəm, deməli, mən belə yazıram, olduğu barədə sizə, olduğu barədə burada limit, burada simvol limiti qoyulduğu üçün ayrıca ərizəni və əsaslandırmanı məktubla göndərəcəyəm. Məktubla göndərəcəyim. Həmin məktubu da mən burada artıq Gmail ilə göndərmişəm. Baxın. Bax burada. Gmail ilə mən burada artıq göndərmişəm. Bir dəqiqə paylaşım, ona da baxın. Hal-hazırda görürsünüz ekranda. Bunu mən məhkəməyə təqdim olunması üçün hazırlamışam. Yəni, ötən ildə 2025-ci ildə bizim bu cür haqqımız pozuldu, hüququmuz pozuldu. Mən burada artıq o sualı kifayət qədər əsaslandırıb göndərmişəm. Ekspertə suallar da hazırlamışam. Yəni, mən burada bunların artıq hamısını eləmişəm. Ona görə də, yəni, hal-hazırda mən bu videonu qeydə alıram ki, əyani şəkildə bir daha nümayiş olunsun ki, bizim hüququmuz pozulur. Mən burada apellyasiya şikayətimi edə bilmirəm. Vəssalam. Mən burada bir cümlə ilə mən bunu qeyd elədim. İxtisasdan 13-14-cü suallar, metodika 51-ci sual. Göndərmişəm. Məktubla göndərmişəm artıq. Mən bunu da burada qeyd edeyim. Göndərmişəm. Vəssalam. Özdə yenə də deyirəm,
İstəyir inzibati icraat haqqında qanununa görə, istəyir e, vətəndaşların müraciətləri haqqında qanuna görə mənim kağız daşıyıcıda göndərdiyim məlumatları da nəzərə almaya bilməzlər. Yəni nəzərə almaya bilməzlər. Mən göndərmişəm, vəssalam. Burada simvol limiti qoyulub, ona görə mən burada o fikrimi əsaslandıra bilmirəm. Vəssalam.